Müstedrek Vesail-i birinci cild, üçüncü cild, səhifə 438. Diqqət edin bu hədisə. 3948 nömrəli hədis, 438-ci səhifə. وَالَّذ۪ينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا. Əvvəlcə ayəni Tövbə surəsindən oxuyum, diqqətli olun. Deməli, 107-ci ayə. Tövbə surəsi 107. Bismillahirrahmanirrahim. وَالَّذ۪ينَ أعوذ بالله من الشيطان اللعين الرجيم والذين اتخذوا مسجدا ضرارا وكفرا وتفريقا بين المؤمنين وإرصادا. Biz Azərbaycan dilində belə deyirik də, zirar məscidi. Zirar. Məscidi zirar. İlk məsciddir ki, Allah Rəsulü o məscidin daşın üstündə qoymayıb. O məscidin məhv olmasına əmr edib. Məsciddir ya. Amma o məscidin neçə sifəti var? Bir, o nə məqsədlə tikilib? Diqqət edin. Zirar, zərər deməkdir. Məscidən zirar, o zərəri kimə vermək üçündür? Möminlərə. Peyğəmbər və ona iman gətirənlərə zərər vermək məqsədi ilə məscid tikilir. Bir, küfran, küfrün yayılması üçün möminlər arasında bir məscid tikilir, küfür yayılsın. Təfriqən, möminləri parçalamaq üçün məscid tikilir. Və irsadən, irsad gözləmə məntəqəsi. Kimi? Limən haraballahu və rəsuluhu min qabl. Allah və Rəsulü ilə mübarizə aparanları. Yəni bir yer tikilir, Allah və Rəsulunun düşmənləri toplanır ora, möminləri parçalamaq məqsədi var, möminləri küfrə qaytarmaq məqsədi var və möminlərə zərər vermək məqsədi var. Həmən bu məscidə deyilir, məscidun zirar. Bu ayə deyir, onlara deyəndə ki, siz neyinirsiniz? Allah deyir, ləyəhlifunnə. Onlar and içəcəklər ki, in əradnə illah hüsnə. Biz yaxşılıqdan başqa bir məqsədimiz yox idi. Vallahu, Allah yəşhədu ennəhum ləkazibun. Allah şahiddir ki, onlar nədir? Yalan deyirlər. Yəni, onlar yaxşılıq eləmək məqsədi yoxdur. O saydığım sifətləri həyata keçirmək istəyirlər. Deməli, məscidən zirar. Bu ayənin məzmununda 3948 nömrəli hədis. Filan kəsdən. Deməli, Bəni Əmr ibn Avf Qıba məscidi var. O məscidi Əmr ibn Avfun qəbiləsi tikir. Və salla fihi Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbərimiz o məsciddə neyniyib? Namaz qılıb. Həsədəthum ixvatuhum Bənu Qənəm ibn Avf. Deməli, bunların başqa bir qəbilə qolu, deməli, Bəni Qənəm ibn Avf qəbiləsi və yaxud ondan törəyən bir dəstə insan həsəd apardılar Məscidi Qibaya. Və qalu nəbni məscidən nusalli fih və la nəhzur cəmaət Muhammed sallallahu aleyhi və səlləm. Deyir, biz bir məscid tikək, Peyğəmbər və onun ətrafında toplananların cəmaat namazında iştirak etməyək. Fəbənəv məscidən məscid ilə cənbi məscid Qiba. O məscidin yanında bir məscid inşa elədilər və qalu li Rasulillah. İmansızlığın həddinə bax. Məscid tikir və Allah Rəsuluna da məqsəd də bu, Allahın Rəsuludursa Allah xəbər verəcək də ona. Heç olmasa Allah Rəsuluna kələk gəlməyir. Allah Rəsulunu dəvət eləmək istəyirlər ki, ora gəlsin, orada namaz qılsın. O qohum əqrəbəmizin tikdiyi məsciddəsə gedənlər ged-gedə azalsın, parçalansın filan.
Qalu li Rasulullah və huve yetecehhez ilə Təbuk. Peyğəmbərimiz Təbuk müharibəsinə hazırlaşan zamanda Peyğəmbərə dedilər, həmən bu fəsad əhli. İnna nuhibbu ən tə'tina və tusalli lana fihi. Bizə çox xoş olar ki, sən gəlib bizim bu təzə tikdiyimiz məsciddə neynəyəsən? Namaz qılasan. Fəqalə, Peyğəmbərimiz buyurdu, inni alə cənahi səfər. Mən səfər üstündəyəm, səfərə hazırlaşıram. Və ləmmə insarafə min Təbuk nəzələt. Peyğəmbərimiz Təbuk müharibəsindən qaydanda Tövbə surəsinin neçənci ayəsi nazil olur? 107-ci ayəsi nazil olur. Nazil olur, bayaq oxudum, qısa izahını da verdim. Fəərsələ mən hədəməl məscid. Peyğəmbər bir qisim mömini göndərir ki, gedin o məscidi dağıdın. Deməli, və həmən yer artıq insanlar üçün xeyir bir yerə çevrilməsin, həmən yer zibil atılmaq üçün bir yerə çevrilsin. Yəni, bu qədər bu məkana qarşı sərtlik Allah və Rəsulü tərəfindən nümayiş etdirilir.